Ve aleyküm selam ve rahmetullahi ve berekatuh. Sual olunur, Bakara suresi 256-cı ayədə keçən dində məcburiyyət yoxdur sözü, əgər bir kişi dəyyusluq edirsə, yəni ailəsi yanlış işlərlə məşğuldur, o kişi düşünə bilərmi ki, hər kəs özünə cavabdehdir, dində məcburiyyət yoxdur, özü bilər, necə istəyir belə yaşayır? Sualın cavabına gəldikdə. Elhamdülillahi vahdə və salatu və selamu alə mən la nəbiyyə ba'də əmmə ba'd. Dəyərli müsəlmanlar, Allah Subhanahu taalanın Qur'an-ı Kərimdə buyurduğu ayələri kimsə öz düşündüyü kimi təfsir etməyə haqqı yoxdur. Ehtiyatlı olmaq lazımdır. Unutma ki, kim Allahın adından yalan danışarsa, hələ onun yeri cəhənnəmdir. Allahın adından yalan danışmaq olmaz. Allahın adından yalan nədir? Allahın ayələrinin mənalarını özünə sərf edəcək tərzdə şərh etməkdir. Və yaxud da ki, dindəki bəzi ayinləri, bəzi əməlləri özünə məxsusi tərzdə icra etmək olmaz. Qayda necə gəlmişdir, elə davam etməlidir. Dində məcburiyyət yoxdur. Yəni, Əl-Baqara surəsi 256-cı ayədə keçən Əuzu billahi minəşşeytanirracim La ikraha fid-din Dində məcburiyyət yoxdur sözüdür. Ki, bəziləri bu sözü dində məcburiyyət yoxdur deyəndə elə zənn edirlər ki, övlada deyirsən namaz qıl, deyir qılmıram, dura bilmirəm, kimsə də deyir ki, məcbur etmə, dində məcburiyyət yoxdur. Bu və buna bənzər bütün misallar batildir. Hətta qeyd olunan bir kişi əgər öz həyat yoldaşı üçün və yaxud da ki, əlinin altında olan bacısı və yaxud da qızı üçün əgər onların istədiyi kimi geyinməsi və istədiyi şəxslərlə, istədiyi vaxtı istədiyi yerdə olması, bu o demək deyildir ki, dində məcburiyyət yoxdur. Onun kimlə olmasını sən təyin etməlisən. Onun kiminlə, nə vaxtı, harada olmasını hamısı kişinin ixtiyarı ilə olmalıdır. Bir kişinin xəbəri olmadan bu işlər baş verirsə və bu işlərin sonu da gedib pis nəticələnirsə, o şəxs bildikdən sonra dəyyüs adından azad ola bilməz. Cəhənnəm əhlidir, cənnət ona haram olur, əgər dəyyüs damğası ona vurularsa. Və o elə zənn etməsin ki, dində məcburiyyət yoxdur. Dində məcburiyyət yoxdur sözünü düz anlamaq lazımdır. Bizim bütün təfsirçilərimiz yekdilliklə bunu deyirlər. Dində məcburiyyət yoxdur, yəni bir kafiri dinə zorla gətirmək icazəli deyil. Əslində bu ayənin nazil olma səbəbi vardır. Mədinəlilərdən bəzilərinin övladlarından və yaxud da ki, qohumlarından bəziləri hələ yahudiliyi seçmişdilər. Yahudi olaraq qalmışdılar. Onlar Allahın Rasuluna deyəndə ki, biz onları zorla gətirək, bağlayaqmı öz yerimizdə qaçmasınlar, güclə onları müsəlman edək, Bakara surəsi 256-cı ayə nazil olmuşdur. Dində məcburiyyət yoxdur. Bu, Yahudi və Nəsranilərə, yəni Xristiyan və Yahudilərə aiddir. Onları zorla dinə gətirmək olmaz. Dinini sevdirəcəksən, haqqında danışacaqsan, bəyəndisə gələcək, bəyənməsə gəlməyəcək. Hətta qadındırsa, Xristiyan olduğu halda onunla evlənə bilərsən. Yetər ki, ismətli olsun. Deməli, dində məcburiyyət yoxdur, yəni dinə gətirməyə məcburiyyət yoxdur. Bir insan dedisə, əşhədu ən la iləhə illallah və əşhədu ənə Muhammədən Rasulullah, şəhadət gətirib özünü müsəlman elan etdisə, ondan sonra onun haqqı yoxdur. Dini öz istədiyi şəkildə yaşasın. Dində nə əmr olunub halaldır, nə qadağan olunub qadağandır.
o nəyisə halal, nəyisə haram edə bilməz. O cümlədən dində əmr olunub. Kişi qadınların üzərində söz sahibidir. Allah Subhanahu taala Qur'an-ı Kərimdə Ən-Nisa surəsi 34-cü ayədə kişilərin qadınlar üzərində söz sahibi olduğunu əmr etmişdir. Ər-ricalu qavvamunə alən-nisa. Kişilər qadınlar üzərində məsuliyyət daşıyır. Məsuliyyət daşıyır. Bir kişi həyat yoldaşına görə, qızına görə məsuliyyət daşıyır. Və bacısı əgər əlinin altındadırsa, yəni onunla hələ ki yaşayır, yəni ərə getməyibsə, onun məsuliyyətini daşıyır. Nə geyinir, hara getdin, o kim idi səninlə birlikdə olan, hətta qadın rəfiqələrini belə bilməlidir. Yanlış insanla dostluq edər və qəlbinə fitnə salarlar. Bir insan bunların bilməsi onun haqqıdır, hətta məsuliyyət daşıyırsan. Əgər məsuliyyət daşınmırsa, niyə kişi dəyyus olmalıdır ki, qadının etdiyi əmələ görə? Qoy qadın öz hesabını versin. Qadın öz hesabını verəcək, o kişi də əgər ondan məsuldursa, onun hesabını verəcək. Bəli, yəni bu ad o kişini xilas etməz. Dində məcburiyyət yoxdur sözü dinin içində olanlara aid deyil. Dinin xaricində olanlara aiddir. Dində olmayanı dinə gətirməyə aiddir. Dinə gəldikdən sonra kimsə deyə bilməz ki, mən zəkat vermirəm. Ola bilər bugünkü quruluşumuzda bir kimsə desin, çünki quruluş İslam deyil, tağutdur deyə, bu tağutda zaten qanunları o şəkildədir və bunlar da bundan istifadə edirlər. Amma din olsaydı, İslam ölkəsi olsa, birisi desə ki, zəkat vermirəm, cəzalandırılır. Hələ zaten dövlətdə də elədir. Dövlətdə də elədir, amma dövlətdə adı dəyişdirilib. Yəni bir ticarətçi vergi vermirəm deyə bilərmi? Əsla deməz. Deyə bilməz. Niyə? Ticarət yeri bağlanar, malı əlindən alınar, özü həbsə salınar, sən konstitusiyaya əks çıxırsan deyə. Yaxşı, deməli burada cəza vardı deyə, sən buna əks çıxmırsan. Allahın əmrində hələ ki cəza yoxdur deyə, bu cür könüllü insan seçim eləyir, dində məcburiyyət yoxdur deyib, öz bildiyi kimi yaşayır, o doğru deyildir. Bilin ki, Allah qorusun, dəyərli insanlar, bu günün böyük problemidir. Qadınların şıltaqlığı, qadınların istədiyi kimi davranması, bu çox böyük problemdir. Bugünün problemidir. Hətta qiyamət əlamətidir. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, qiyamətin əlamətlərinin içindən birini deyir ki, kişilər öz qadınlarını evdə saxlaya bilməyəcək. Yəni bu məlumat sevindirici məlumat deyil ki, bu məlumat dəyyusluğun çoxalmasının məlumatıdır. Dəyyusluq çoxalacaq. Və ona görə də insanların bugün çox da buna ağır reaksiya vermir, özü bilər kimi həyat yaşayır. Necə özü bilər? Heç vaxt özü bilər deyil. Əgər o həqiqətən də o insan düşünsəydi ki, özü bilər, heç onun içində bu cür narahatlıq olmazdı. Və səni içindən narahat edən şey nədir? Ey Allahın qulu! Və sən deyirsən ki, dində məcburiyyət yoxdur. Əgər məcburiyyət yoxdursa, hər nəyəmi o ixtiyar sahibidir? Sən buna razısanmı? Deyil. Deməli, bu söz doğru söz deyil. Bu söz qətiyyən doğru söz deyil. O söz onu azad etməyəcək. Əgər bu, Bakara surəsi 256-cı ayədəki dində məcburiyyət yoxdur sözünü əsas gətirirsə, biz isə onu yönləndiririk Ən-Nisa surəsinə. Ən-Nisa surəsi 34-cü ayəyə bax. Kişi qadından məsuliyyət daşıyır. Allah Subhanahu taala bizi hidayət etsin, qadınlarımızı da hidayət etsin, kişiləri də qadınların üzərində söz sahibi etsin. Zaten Allah Subhanahu taala belə edib, onu yaşamağa hünər versin. Vəl-ilmu indallahi ta'ala və axiru da'vana enilhamdülillahi rabbil alemin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.